İstənilən şəhəri, yolları çox mükəmməl bir şəkildədir və tıxaclar mən çox az hallarda rast gəlirəm. Adi bax İVU-nu götürək. İVU bir qırağa, bir də çox nazikdə qalmışam. 10 milyonluq şəhərdir. Bir dəfə olsun mən orada probkada ilişib qalmadım. Yəni şəhər sistemi elə tənzimləyiblər ki, 3 mərtəbəli yollar və s. hər şəhərə aiddir və hər avtomobilə aid deyil, amma bir çox şəhərlərdə böyük şəhər Pekindir, Guangzhoudur, Tianjindir məsələn bu şəhərlərdə avtomobili son rəqəmi 3-lə 8-lə bitirirsə, sən iş günlərində birinci günə çıxara bilmirsən o maşını. Səhər və axşam sən o maşını sən minməli deyilsən. Bu sırf şəhərdə yollarda tıxacı və sıxlığı aradan qaldırmaq üçün nəzərdə tutulub. İnsanlar daha çox praktik olaraq, hətta avtomobil olan adam belə özü üçün moped alır, moped istifadə edir. Amma yollar da çox təmiz, yəni leysan olsun belə, yəni heç bir palçıq, heç bir su orada olsun, elə bir şey yox. Hətta tıxac zamanı xüsusi xidmət var ki, gəlir, əlavə bir xətt çəkir. Avtomobillər üçün bir xətt çəkir ki, avtomobil keçsin oradan bir də ki, o tıxac aradan qalsın. Orada da elə probka olur ki, sən günlərlə qalırsan tıxaclar, belə probkalardır da. Burada bir xidmət var ki, qalmısan tıxaca, sifariş versin, bir mopeddə 2 nəfər gəlir. Səni tapırlar locationdan, maşından düşürsən, minirsən mopedə, o arxada oturan sərnişin minirsən maşını var, orada gözləyir. Və tıxac bitənə qədər avtomobil gətir qoy sən istədiyin yerə, sən də rahat keçsin, işini dalayacaqsan. Məncə Bakıda bu lazımdır. Çox mükəmməl bir şeydir. Ucuz bir xidmətdir də əslində. 500-550 yuan civarında dəyişir bu xidmət. 100 manatdan artıqdır da hardasa. 150, 110-150 manat belə hardasa təxminən. Əla bir şeydir. Yeni startap Azərbaycanda başlayır. Mütləq Azərbaycan. Eyni zamanda da Azərbaycan baxıram ki, bu dəqiqə düzdür, mopedə biraz gericiddi baxlar bizdə. Halbuki moped çox ideal bir şeydir. Yəni ayağı taksini kəsir, vaxtı qənaətdir, plus ekonomdur. Düşünürəm ki, bu dəqiqə moped də çox istifadə olunsa burada. Yollarda da baxırsan ki, çox ancaq şəhər mərkəzindən falan belə mopedlər üçün yol ayrılıb, velosipedçilər. Amma Çinin istənilən kəndinə belə getsən, orada mopedçilər üçün ayrıca bir yol var. Yəni orada daha çox məsəl üçün o praktik olaraq təbliğ olunur, yəni istifadə edilir. Bizdə də inşallah yaxın bir gələcəkdə elə bir şey olar. Əla bir şeydir, yəni sırf tıxacı aradan qaldırmaq üçün.